Uşaqlar, xoş gəlmisiniz. Hamınızı salamlayıram. Qalib komandanın qalib azarkeşləri. Ümidvaram ki, yaxşısınız. Nədən danışaq? Çempionlar Liqası başladı və bitdi. Daha doğrusu, liqa mərhələsi bitdi. Və istədiyimiz nəticəni əldə etdik. Hər birinizi təbrik edirəm, dostlar. Amma bilmirəm, bu qələbəyə sevinim, yoxsa kədərlənim, yoxsa qorxum. Bilmirəm, sizdə bu his var, yoxsa yox. Bu komanda söz verib ki, bizi validolsuz qoymayacaq. Bu komanda söz verib ki, biz əsəbsiz bir oyuna baxmayacağıq. Hər oyun stres, hər oyun əsəb. İndi bəziləri elə bilərlər ki, mən ağlayıram, mən həmişə negativ şeylər danışıram. Mən negativ bir insan deyiləm və pessimist bir insan deyiləm. Optimist də deyiləm, realistəm. Yəni, olanları deməyə çalışıram, yəni gördüyümü deməyə çalışıram. Amma o yersiz optimizm biraz insanı utopiyaya aparır və axırı isə yaxşı qurtarmır. Tam olaraq sevinə bilmirəm. Bəli, qələbə qazandıq, istədiyimiz yerə çatdıq, ilk 8-liyə daxil olduq və 16-da bir finaldan azad olduq, öz yerində. Amma bu komanda belə tipli rəqiblərə qarşı daha rahat oynamalıdır. Daha samballı oynamalıdır. İndi deyə bilərsiniz ki, Fuad, açar oyuncuların demək olar ikisi yox idi. Kim idi bunlar? Əlbəttə ki, Frenkie de Jong və Pedri. Komandanın əsas oyun qurucusu, əsas iki dirijoru olan oyuncular yox idi. Bəli, razıyam. Onların yoxluğu hədsiz dərəcədə bilindi. Hədsiz dərəcədə. Amma qarşımızdakı rəqib Kopenhagendir. O Kopenhagen ki, Bakıda Qarabağ tərəfindən döyüldü. Anlayıram, indi hər oyunu bir tutmaq olmaz. Başqa-başqa statuslar daşıyır, başqa-başqa məqsədlər var. Amma, yenə də deyirəm, amma belə validollu biz oyun keçirməməliyik. Biz Frenkie de Jong və Pedri'dən bu dərəcədə asılı olmamalıyıq, sırf belə rəqiblərə qarşı. Və birinci hissə, bərbad birinci hissə, bərbad. Yəni, Barcelona'nın son 2 mövsümünü götürsək, ən bərbad birinci hissədən biri idi. Yəni, mən belə birinci hissə görməmişdim. Komanda oynamırdı. Qapıya zərbə yox idi. Yalandan paslaşmaq, hətta o paslaşmaq belə yox idi. Müdafiədən çıxa bilmirdik. Yenə də biz burada Pedri ilə Franklin'i yada salırıq. Çünki Eric Garcia nə qədər də bu mövsüm möhtəşəm leveldə olsa da, möhtəşəm formada olsa da, adam oyun qurucu bir yarım müdafiəçi kimi oynaya bilmir. Ümumiyyətlə adam yarım müdafiəçi deyil, müdafiəçidir. Amma biz gördük ki, Flick onu dayaqda oynada bilir və adamda alınır. Amma oyun qurucu olaraq yox, oyun dağıdıcı olaraq alınır. Amma təəssüflər olsun ki, bu oyunda Eric Garcia oyun dağıdıcı kimi də yaxşı performans göstərə bilmədi. Və demək olar birinci qol sırf onun məsuliyyətinə yazılır. Komanda 2 AMF-lə çıxmışdı oyuna, Dani Olmo və Fermin Lopez. Hal-hazırda ikisi də möhtəşəm formadadır. Amma onlar ikisi də AMF-dilər, oyun qurucu deyillər. Yəni Pedri və Franklin'in gördüyü şey əlbəttə ki, görə bilməzlər. Birinci hissədə sadə qol buraxdıq, çox sadə qol buraxdıq və öz-özümüzü zibilə saldıq. Yəni, mən həmişə bunu demişəm, bu kontentə başlayandan, bu proyektə başlayandan, Barcelona azarkeşi olan gündən bilirəm ki, bu komandanın heyətində Prime, nə bilim, R9-u gətir, Prime Maldini'ni gətir, Prime Buffon'u gətir, Prime Messi'ni qaytar, Cristiano Ronaldo'nu hücuma qoy, nə bilim, Beckenbauer'ı dirilt gətir müdafiənin mərkəzinə qoy. Bu komandanın qanında, DNK-sında öz-özünü zibilə salmaq var. Olub və olacaq. Başqa variantı yoxdur. Bu komanda həmişə öz-özünü salmalıdır. Yəni, biz özümüzün priключения axtarırıq, sonra o priключениyanı həll eləməyə çalışırıq. Nəyə görə? Nə vaxta qədər belə olacaq? Və burada məsələ Flickdə deyil, burada məsələ Pep Guardiola'da deyil, Luis Enrique'də deyil. Bu komandanın DNK-sındadır.
Bunu dəyişmək lazımdır. Bunu kim dəyişəcək, necə dəyişiləcək? O hələ də sual altındadır. Oyunun ən yaxşısı Lamine Yamal seçildi. Mən bu tündü bilmirəm, tərifliyim yoxsa pazlayım. Yəni adam ürəkdən tərifləyə də bilmir, ürəkdən pazlaya da bilmir. Çünki doğrudan da komandaya təsiri var, komandanı daşıyır və arada bir çox yersiz qərarlar verir. Çox belə farmazonluq eləyir, çox. Yəni biz bunu dəfələrlə deyirik. İndi bəziləriniz deyirsiniz ki, bunu bəyən Flick görmür. Flick Xabi Alonso deyil. Bax, Flick'in fərqi bundadır. Flick disiplinli bir məşqçidir. Flick öz sözün yeridən bir baş məşqçidir. Amma Flick Xabi Alonso deyil. Xabi Alonso gəldi, borcluq elədi Realda. Dedi, bu gündən sonra belədir, budur, mənim qanunlarım olacaq. Mbappe ilə Vinicius dedi ki, bu xiyar kimdir ala? Bu nə danışır ala? Onların başını pişirə-pişirə, onlara bir ata rolu göstərmək əvəzinə bir borcu dayday kimi girdi ortalığa. Amma Flickdə belə deyildi. Flick özü də bilir ki, hal-hazır ki, Barcelona'nın kaprizli oyuncularına qarşı biraz aqressiv olsa, biraz onlara sıxışdırsa, bu gələcəkdə böyük problemlərə gətirib çıxara bilər. Lamine Yamal bu dəqiqə komandanın ən kaprizli, ən belə ulduz xəstəliyinə tutulan oyuncusudur. Və onun az da olsa nazı ilə oynamaq lazımdır. Bəziləriniz deyirsiniz ki, heç bir futbolcu komandadan üstün deyil. Okey, razıyam, bu mən də demişəm, arxasında dururam. Lamine Yamal təsir olaraq komandaya müsbət təsir verir öz yerində. Bəli, şitlikləri olur. Amma o nəzərdən də baxmaq lazımdır ki, günümüzdəki futbol biraz PR futboldur. Hal-hazır ki, oyuncular istəyirlər ki, PR-ları qalxsın, istəyirlər ki, reklamları güclü olsun. Yəni, bunun üçün gərək özünü göstərəsən. Yəni, futbol tam başqa cürdür. Nəticə verməlisən, qol vurmalısan, assist etməlisən, amma biraz da farmazonluq etməlisən. Lamine Yamalı buna görə bağışlamalıyıq. Amma rəqiblər artıq Lamine Yamalın oyununu çözüblər. Və artıq onu nəinki 2 nəfər, 3 nəfər tutur. 3 nəfər. Və artıq başqa temalar fikirləşmək lazımdır. Lamine Yamala ən yaxın oynayan oyuncu kimdir? Jules Koundé. Jules Koundé'nin Down sindromundan əziyyət çəkdiyini mən sübut edə bilmərəm, and içərəm, amma sübut edə bilmərəm. O adam arada bir belə hərəkətlər eləyir, elə bir ki, havadadır. O mən hardayam deyir də. Qardaş, sənin funksiyan Yamala pas vermək deyil ancaq. Yəni, o gün hansısa bir nəşirdə oxudun bunu. Yəni, hansısa bir, ya da deyəsən, sosial şəbəkələrdə hansısa bir futbol səhifəsi idi. Koundé'ni çox bərk tənqid etmişlər ki, yəni Koundé'nin Yamala ötürmə etməkdən başqa bir funksiyası yoxdur artıq. Bir oyun müdafiədə əla oynayır, bir oyun müdafiədə bərbad oynayır, bir oyun müdafiədə yaxşı oynayır, bir oyun normal 50-50. Yəni stabillik yoxdur. Hücum fazasında isə, hücuma gəldikdə isə ancaq Lamine Yamala ötürmə açılır, bəzən səhv eləyir. Yəni biraz kreativliyi çatışmır, amma bəzən də elə kreativ hərəkətlər eləyir ki, adam qayıdıb deyirsən ki, ala bunu 5 dəqiqə əvvəl eləyərdin də o daha rahat idi. Bilmirəm, Koundé'nin problemi nədir, mən tuta bilmirəm. İkinci hissə, əlbəttə ki, hamımız gözəl bilirdik ki, Barcelona oyunu çevirəcək. Amma Barcelona əlbəttə ki, deyir ki, yəni birinci mən səni əsəbləşdirəcəm, səni mən döyəcəm, səni mən söyəcəm, sonra sevəcəm. O deyir, bir insanı nə qədər çox döyürsənsə, incitirsənsə, bir o qədər çox sevirsən. Bilmirəm o kim fikirləşib, amma nəysə. Yəni Barsa da bizdən bu oyunu oynayır. Barsa elə bir kayf alır bizdən ki, öz azarkeşlərinə biraz o əsəbi yaşatsın, o mazoxistliyi eləsin, daha sonra onun kompensasiyasını versin. Bəli, biz inanırdıq ki, yəni komanda qayıdacaq və komanda qayıtdı. Dani Olmonun möhtəşəm ötürməsi, möhtəşəm, konfet. Yəni onu başqa sözlə ifadə edə bilmərəm. Möhtəşəm ötürmə, Lamine Yamal təkbətək çıxdı, boş qapıya verdi, Lewandowski həll elədi. Şükür Allaha ki, həll elədi Lewandowski. Yəni Lewandowski artıq məni bura yığıb. Artıq məni bura yığıb. Yəni mən bezmişəm. Bilirəm, siz də bezmisiniz. Yəni Flick'in Lewandowski sevgisi nədir, mən anlaya bilmirəm. 80 dəqiqə Flick Levanı niyə oynadasan? Niyə? Okey, gol vurdu, penalti qazandırdı. Yəni öz aramızda çox belə kuryoz bir penalti epizodu idi. Biz əvvəlcə
Elə düşündük ki, yəni hakim mırtdaşır bizlə. Yəni belə penalti olmaz. Yəni orada penalti yox idi. Hətta bəziləri də indi də iddia edir ki, orada penalti yox idi. Amma epizoda diqqətlə baxanda görsənir ki, Lewandowski ayağını qaldırıb zərbə endirmək istəyən zaman ayağı arxadakı oyunçuya ilişir və onun ayağına mane olur. Yəni zərbə endirməyinə mane olur və penalti təyin olundu. Yəni çox kuryoz bir penalti idi. Okay, bunu belə qəbullanaq. Amma faydalı iş əmsalı çox aşağıdır, çox aşağıdır. Pressingdə 0, topları paylamaqda 0, cinahları görmür. Və ən əsas məsələ, bunu da qeyd edim mən, Barsa oyunçuların çoxsunda xəstəliyə əmələ gəlib. Bu normal xəstəlik deyil. Bu negativ bir xəstəlikdir. Yəni pozitiv xəstəlik deyil. Buna belə deyim, bilmirəm fikir vermisiniz yoxsa yox. Yəni Fermində ən çox var bu və bu Lewandowski-də var. Amma ən çox Fermindədir. Yəni doğrudan da bəzən oyuncu xəsis olmalıdır. Yəni hər zaman ötürmə etmək olmaz. Bunu Pedriyə biz həmişə deyirik ki, Pedri arada bir qapıya zərbə indir. Qardaşım, belə bu qədər empat olma. Bu qədər ötürməyə meylli olma, zərbə vur. Amma Fermin-gildə tərsinədir. Fermin ötürmə olmalı zamanı götürür qapıya zərbə indirir. Rafinha qapıçı ilə üzbəyüzdür, bomboş zonadadır. Ara pası versə boş qapıya vuracaq Rafinha. Adam götürür topu setkanın kənarına vurur. Yəni orada niyə zərbə indirəsən? Yəni bu xəstəlik var oyunçularda, bunu yığışdırmaq lazımdır. Əsasən də Fermində. Lewandowski-də nə çatışmır? Sürət, texnika və artıq bitiricilik də çatmır. Qabaq Lewandowski-nin ən azından bitiriciliyi var idi. İndi o belə yoxdur. O belə yoxdur. Sürəti anladıq, texnikanı anladıq, driblinqi anladıq. Yəni yaş öz sözünü deyir. Yəni günü-gündən cavanlaşmır adam, qocalır. Yəni bu normaldır. Amma hücumda dinamikamız yoxdur. Solda Rafinha, sağda Yamal. Rafinha da yəni belə topu götürüb Yamal kimi 3-4 nəfəri birdən keçə bilmir. Yəni onda o dribling xüsusiyyətləri yoxdur. Rafinha'nın üstünlüyü tam başqa bir şeylərdədir. Rafinha daha çox gözəl açıla bilir. Yəni oyunçuların açılmasını görür. Komandaya oynaya bilir. Lamine Yamal individual öz töhfəsini verirsə, Rafinha daha çox komandaya oynamağı bacarır. Biraz risksiz oynayır və dəqiq oynamağa çalışır. Və bu puzzle Lewandowski məhv edir. Daha güclü ola bilərik. Nəyə görə Ferran Torres'lə oynayanda komanda daha sürətli futbol oynayır? Bəli, Ferran Torres Down'un biridir. Yəni o adam yenə deyirəm, bir oyunda 5 dənə gol vursa belə, 10 dənə gol vursa belə, mən o adamı Barça səviyyəsində görməyəcəm. Sırf olaraq ikinci heyət oyunçusudur bu adam. Yəni buraxasan ki, ikinci hissədə girsin, oyunda nəsə eləsin. Xeyri var, töhfəsi var, onu danmaq olmaz. Amma yəni əsas heyət oyuncusu olaraq onu görmək doğrudan da absurd olardı. Yəni Çempionlar Liqası qazanmaq istəyən komandanın hücumunda Ferran Torres olmamalıdır və yaxud hal-hazırki Lewandowski olmamalıdır. Ona görə də mütləq şəkildə hücumçu alınmalıdır. Rəhbərlik əlbəttə ki, bunu qışda edə bilməz, bu yayda olacaq və vəziyyət o dərəcədə gəlib dirənib ki, yəni mən Osimheni istəmirdim, mən başqa oyuncular istəmirdim. Qurban olum, kimi alırsınızsa alın. Fərqi yoxdur. Osimheni alırsınız, nə bilimi, Musa Qurbanlını alırsınız, nə bilimi, Vlahovic alırsınız, Alvarez'i da bilmirəm, ala bilərsiniz yoxsa yox, fərq etmir. Sən Allah kimisə alın. Xahiş edirəm kimisə alın. Lijbo Lewandowski əsas həyatda olmasın. Fərqi yoxdur, fərqi yoxdur. Əsas gənci olsun, sürəti olsun, biraz da texnikası olsun, Barsanın o oyun mentalitetin qavrayan biri olsun. Dani Olmo, Fermin Lopez. Hal-hazırda hər ikisi möhtəşəm formadadır, mən bunu belə deyərəm. Və Fermin Lopez doğrudan da bayaq dediyim kimi xəstəliyi var. Fermin Lopezin o biraz belə paxıllığı var elə bil ki, belə istəyir ki, özü nəsə eləsin. Amma bir tərəfdən bu yaxşıdır. Bunun amma çıxarmaq lazım deyil. Əgər qədərində olsa Fermin Lopez çox böyük işlər görə bilər və görür də. Yəni hal-hazırda komandanın ikinci ən məhsuldar oyunçusudur. Gol plus asisti saysaq əgər. Ona görə yəni Fermin Lopez biraz o aspektdən üzərində işləsə düzələr. Dani Olmo isə estetdir. Dani Olmo Fermin Lopezdən tam fərqlənir. Tam başqa ampuladır. Olmoya top verəsən ki, gözəl bir hərəkət etsin, gözəl bir incə toxunuş etsin, o aradan keçsin, aranı görsün, nə bilim ayaq arası keçirtsin top, nə bilim ya da 3 nəfərin 4 nəfərin arasından ötürmə versin. Olmo estetdir. Olmo belə incə oyuncudur. Onun oyun stili əsl Barsaya uyğun bir oyun stilidir. Amma onun da bir mənfi xüsusiyyəti var, zədə alması və
qeyri-stabil olması. Zədə alır, formadan düşür, zədədən qayıdır, formasını bərpa edir, yenə də həmin sikl davam edir. Belə-belə və sikl davam edir və həmişə mən demişdim, Dani Olmo'nun zədələri elə zədələr olur ki, uzun müddətli olmur. Xırda zədələr olur. 2 həftəlik, 3 həftəlik, maksimum 1 aylıq və bu belə davamlı olaraq gedir. Və amma doğrudan da yəni şadam ki, komandanın belə AMF-ləri var. Yəni dünən demək olar oyunu Dani Olmo çevirdi. Dani Olmo'nun bir ötürməsi oyunun taleyini dəyişdi. Komanda özünə inandı. Çox erkən vurdu qolu və Dani Olmo burada böyük rol oynadı. Pedri. Bizim maestromuz yoxdur. Maestrosuz oynayırıq. Mənə görə Barcelona'nın hal-hazırda ən dəyərli 3 oyuncusundan biridir. Həm qiymət olaraq, həm komandaya təsir olaraq. Pedro olanda Barsa başqa cür olur. Pedro olanda Barsa belə rahat olur, relaksda olur. Müdafiəçilər daha rahat oynaya bilirlər. Fikir verdisə Kopenhagendən oyunda müdafiəçilər təkərdə idilər. Çünki onlardan gəlib top istəyən yox idi. Onları o pressingdən çıxarda bilən yarım müdafiəçilər yox idi və Pedri bunu möhtəşəm bacarır. Amma yenə deyirəm, Pedridən asılı olmalı deyilik. Bəli, Bayernlə oyunda Pedri olmasa deyə bilərik ki, okey, Pedri yox idi. Chelsea ilə oyunda bunu deyə bilərik. Real'la oyunda bunu deyə bilərik. Amma Kopenhagenlə, Oviedo ilə oyunlarda bunu demək olmaz. Nəsə variantlar fikirləşməliyik. A, B, C planı olmalıdır. Flickdə bu həmişə olub. Yəni Flick elə bir baş məşqçidir ki, həmişə A, B, C planları ilə gedib. Yəni A alınmırsa B-yə keçir, B alınmırsa C-yə keçir, dirəşsə D-si də var. Amma elə bir şey etmək lazımdır ki, yəni bunu Pedri'dən olan zaman və olmayan zaman da etmək lazımdır. Potensial rəqiblərimiz, dostlar, Çempionlar Liqasında biz doğrudan da riskli zonadaydıq. Həm 8-yə düşə bilərdik, həm düşməyə bilərdik. Şükürlər olsun ki, düşdük, 5-ci yer olduq. Yenidən hər birinizi təbrik edirəm. Ümidvaram ki, komanda bizi sevindirəcək, üzümüzü güldürəcək və püşk atmadan çox şey asılıdır. Potensial rəqiblərimiz Paris Saint-Germain, Monaco, Newcastle və bizim doğma Qarabağ. İndi nə deyim burada? Yəni nə deyək? Qarabağın düşməsini həm istəyirəm, həm istəmirəm. İstəyərəm ki, doğrudan da Barcelona gəlsin Azərbaycana, Barcelona'nı görək burada. Amma bir tərəfdən də yəni fikirləşirəm ki, yəni Qarabağla Barsa o deyil də, brat. Yəni yaxşı şeylər gözlənilmir, amma hələ garanti deyil ha, yəni bu şeydir. Yəni Qarabağ gərək birinci özü 16-da bir finalı keçsin, sonra 8-də 1-də püşk atılacaq, o da düşsə əgər. Nə bilim, xeyirlisi, amma mən düzün desəm istəyərdim ki, Monaco gəlsin. Paris Saint-Germain deyəcəklər ki, niyə Paris Saint-Germain yox? Paris Saint-Germain gəlsə bizə riskdir. Bəli, revanşımız var. Amma mən istərdim ki, Paris Saint-Germain-lə daha statuslu yerlərdə qarşılaşaq. Yarın final ola bilərdi, bu final ola bilərdi. Mən orada istəyərdim. Amma belə görürəm ki, alınmayacaq, çünki üst-üstə düşmür. Hardasa bunlar qarşılaşacaqlar, amma deyəsən tam başqa cürdə ola bilər. Çünki Çempionlar Liqasının yeni formatını heç anlaya bilmirəm. Gərək oturam baxam ona, belə telefondan ya da kompüterdən baxam ki, tam olaraq temanı tutum ki, bu püşk atma nədir? Yəni orada nə baş verir artıq? Sadəcə olaraq onu bilirəm ki, Barsa rəqibin gözləyir və bu rəqib 4 klubdan biri olacaq. Ona görə analiz etmək lazımdır. Hansı klub bizə daha uyğundur? Hansı klubla daha rahat oynaya bilərik? Əlbəttə ki, bu klubların arasında ən rahatı Qarabağ və Monacodur. İndi o klubu aşağılamaq istəmirəm. Daha çətinləri artıq Newcastle və Paris Saint-Germain'dir. Newcastle öz evində aqressiv futbol oynayır, dinamik futbol oynayır. Paris Saint-Germain həmişə onun əziyyətini çəkir və bizim üçün doğrudan da çətin olacaq. Əgər Paris Saint-Germain və Newcastle-dan biri bizə düşsə. Görək, püşk atma ayın 30-udur. 30 artıq rəqiblərimizi biləcəyik və ondan sonra artıq biz ona aid video çəkəcəyik. Yeni, yəni 8-də 1-də bizim potensial rəqibimiz kim ola bilər, kim olacaq, onu artıq biləndən sonra ona aid analiz videosu çəkəcəyik, görək hara kimi gedirik. Çempionlar Liqasında bizi nələr gözləyir, nələr olacaq, nələr ola bilər. Nələr olacaq əlbəttə ki, deyə bilmərik. Əlbəttə ki, biz bəzi şeyləri bilmirik. Yenə deyirəm, püşk atmadan çox şey asılıdır, zədələrdən çox şey asılıdır, rəqib komandanın fiziki durumundan çox şey asılıdır. Hər şey bir zəncirvari olaraq bir-birinə bağlıdır.
Amma optimist ola bilmirəm, realist olmalıyam, pessimist ola bilmərəm. Bu komandaya inanıram. Misal üçün 2023-24 mövsümündə Borussia Dortmund finala vəsiqə qazana bilibsə, əlbəttə ki, bu Barcelona da finala vəsiqə qazana bilər. Yəni, yenə deyirəm, püşqatma və hansısa yerlərdə bəxt və komandanın ideal, gözəl forması öz sözünü deməlidir. Və Barcelona'nın heyəti müdafiənin dərdini çəkək, hücumun dərdini çəkək, yarım müdafiənin dərdini çəkək. Okey, yarım müdafiənin dərdini çəkməyək, yarım müdafiədə minus plus hər şey yaxşıdır. Ya hər şey yaxşı deməyək, okey də normaldır, yola vermək olar. Yola vermək olar. Amma müdafiə və hücum biraz şübhələr doğruldur. Yamal zədələnsə nə olacaq? Rafinha zədələnsə nə olacaq? Lewandowski zədələn, xahiş edirəm, zədələnsən, zədələn. Sən olar. Müdafiədə Araujo İsraildən qayıtdı. Bilmirəm, getdi orada neynədi. Netanyahu idi, nəydi? Onunla bəlkəm görüşlər oturub söhbət elədilər. Bəlkəm onu düzəltdi elədi. İndi təzə qayıdıb, görək nə olacaq. Kubarsi güvən vermir. Gəncdir, təcrübə yoxdur. Gerard Maldini o ürəkdir. Amma yenə deyirəm, o da etibar vermir. Cancelo'nu transfer elədi. Cancelo liqa mərhələsində oynaya bilmədi son turda, amma artıq play-offda oynayacaq. Və optimist ola bilmirəm. Çünki bizim rəqiblərimiz, qarşıdakı rəqiblərimiz çox güclüdürlər. Nə mənada güclüdürlər? Oyuncu keyfiyyətinə görə yox. Elə komandalar da var. Arsenalın özü olsun, Bayern olsun, Real Madridin özü olsun. Amma heyətin genişliyi, hal-hazırki futbolda heyətin genişliyi çox önəmlidir. Və biz burada nəinki Bayernə, nəinki Arsenala, nəinki Liverpoola, biz burada sadəcə Monacoya belə uduzuruq heyətin genişliyindən. Yəni, heyətin genişliyi olmasa, heyətin kasadlığından Monacoya belə uduzuruq. Yəni, Qarabağın heyəti belə bizdən daha genişdir. Yəni, Qarabağın heyətində hər mövqeyə ən azı 1-2 oyuncu var. İndi hücumu saymıram. Komandanın hücumçusu yoxdur heç. Belə bir heyətlə, belə bir resurslarla biz nələrsə eləyə bilərik. Edə bilərik, əlbəttə ki, niyə də yox. Amma çox çətin olacaq. Flikin üstünə çox yük düşəcək. Flik az qala bunu birinci mövsümündə edirdi. Çox yaxın idi. Bəxtimiz gətirmədi. Təcrübəmiz çatmadı. İndi də edə bilərik. Niyə də yox. Amma çox ümidlənməyin. Bu komanda hal-hazırda belə yuxarı getmir. Stabil deyilik. Bir gün beləyik, bir gün beləyik. Bir gün ortayıq, bir gün yəni aşağı düşürük, bir gün qalxırıq. Stabil deyilik. Çempionlar Liqasını qazanmalı olan komanda stabil olmalıdır. Az da olsa stabil olmalıdır. Barsa da bu yoxdur hal-hazırda. Ona görə çox ümidlənməyin, amma inanın. Yəni, komandaya dəstək olaq, komandaya azarkeşlik eləyək, biz sona qədər azarkeşlik eləyəcəyik. 100 il olsa belə, 200 il olsa belə, indi biz o ömrü görməyəcəyik təbii ki. Yəni, bu komanda Çempionlar Liqasını qazanmasa belə, yenə də biz ümidlənəcəyik. Yəni, əsas məsələ o kubok deyil, o kuboka gedən yoldur. Biz ondan həzz alırıq. O kuboka gedən yol bizə həzz verir. Biz ondan sevgi alırıq. Yəni, bu komandaya qarşı sevgimiz var. Yəni, illər keçsə belə, əsrlər keçsə belə, bu komanda titullar qazanmasa, yenə də biz Barsanın yanındayıq. Amma, yenə deyirəm, utopik olmaq lazım deyil, belə havalara qalxmaq lazım deyil. Sadəcə olaraq səbirli olmaq lazımdır, inanmaq lazımdır, amma alınmasa pis olmağa ehtiyac yoxdur. Trubin, turbalarını gizlətməsən qardaşım. Turbaları ilə gəlməyib Trubin. Real Madrid bir dənə qapıcıdan qol buraxmamışdı, onu da elədiniz, halal olsun sizə. Yəni, Sportinglə Benfica dedi ki, Real Madrid, sən saydığını say, mən kalkulyatorla gəlib sayacam qardaşım. Bu nə oyunuydu belə, bu nə idi belə, bu nə intriqaydı. Yəni, doğrudan da Çempionlar Liqası, biz səni sevirik, yaxşı ki varsan. Sevgilimi o söz demirəm, mən. Nə bilim, yəni, Real Madrid niyə belə eləsin? Yəni, indi mən Realın belə olmasını deməyim ki, üzülürəm. Yalandan burada özümü artistliyə vuran deyirəm ki, ayda üzüldüm Reala görə. Yəni, mənə fərqi yoxdur. Yəni, düşdülər 16-da bir finalda lap yaxşı. Bilirəm ki, La Ligada az da olsa onun təsiri olacaq və komanda çempion ola. Bizim komanda Barcelona çempionluğa daha yaxın ola bilər. Bu cəhətdən sevinirəm. Əlbəttə ki, Realın uğursuzluğuna mən sevinməliyəm. Siz də Barsanın uğursuzluğuna sevinirsiniz. Bu normaldır. Əgər sən bir Real azarkeşi olaraq Barsanın uğuruna sevinirsənsə,
Deməli problem var. Amma mən də Realın uğruna sevinirəmsə burada problem var. Bəli, haqsızlığını demək lazımdır. Reala qarşı haqsızlıq olanda bunu demək lazımdır. Realın oyunçusuna qarşı və yaxud başqa bir məsələdə və yaxud tam əksi Barselonaya qarşı haqsızlıq olanda və Real azarkeşi, Real oyunçusu bu haqda sözünü deyirsə, bu normal bir haldır. Bu artıq ədalətdir. Amma durduq yerə mən Reala azarkeşlik edə bilmərəm. Yəni 16-da 1 finala düşdülər. Okey. Lap yaxşı. Mənə həyat belə zordur. Amma Real azarkeşlərinə onu demək istəyirəm ki, bu dünyanın axırı deyil. Bu zombi apokalipsis zad deyil. Yəni, ötən mövsüm özünüz də şahid oldunuz ki, Paris Saint-Germain 16-cı yerindən gəldi, çempion oldu. Yəni, bu son demək deyil. Amma belə davam eləsələr, bu sondur. Yəni, Real Madrid belə oynasa, bu sondur. 100% deyirəm sizə. Real Madriddə heç vaxt bir oyuncudan bu qədər asılılıq olmamışdı. Əlbəttə, bildiniz kimi deyirəm. Kylian Mbappe. Bir oyuncudan bu qədər asılılıq olmamışdı. Yəni, bu Mbappe olmasa bu komanda batar, mən belə başa düşürəm. Yəni, Mbappe tək başına daşıyır komandanı. Bunu mən qabaq deyəndə mənə gülürdülər ki, Vinicius'un dırnağı ola bilməz o. De gələ. Adam, yəni uduzanda belə nəsə təsir görsədir oyuna. Yəni, dəlicəsinə bir statistikası var. Amma Real Madrid bu xaosdan heç nə edə bilməyəcək. Və Arbeloanı gətirdilər. Arbeloanı siz nəyə görə gətirdilər? Sırf olaraq mövsümü yola vermək üçün gətirdilər ki, o Xabi Alonso'nun üstünə yığılan kin, o Florentino üstünə yığılan kin gəlib bunun üstünə töksünlər, bu qəbullanacaq. Və Arbeloanın ən üstün cəhəti siz nədir? Üstün cəhət demək olmur buna. Arbelo girəndi. Yəni Arbelo sabundur. Biz bunu Abdullah'la danışmışdıq, hər halda Abdullah tanıyırsınız. Yəni Arbelo sabundur. Yəni Arbelo gələn kimi Vinicius'un girdi, Mbappe'nin girdi. Yəni siz necə? Zidane'ın minimal versiyası, APK versiyası. Zidane alifadır da, yəni Zidane heç kim söz deyə bilməz. Gəldi o canavarlarla işlədi. Amma bunu da belə gətiriblər ki, gəl bu canavarlarla işlə, bunlara biraz daydaylıq, əmili elə. Xabi Alonso kimi borcluq eləmə. Xabi Alonso haqqında bir danışdıq. Xabi Alonso'nun problemi oydu ki, Xabi Alonso bunlara gəldi, əmili eləmədi, atalıq eləmədi. Xabi Alonso gəldi bunlara borcluq elədi. Belə dedi, siz nə var? Mənim sözüm keçəcək. Qaçassan, dayanmayassan, onu eləyəsən. Amma Arbelo belə deyil. Arbelonu gətiriblər ki, biraz pişim elə. O razdivalkada o atmosferi qaldır, motivasiya ver, hərəyə bir dənə yol tap. Yəni qabaqlarından yeməyi bacar. Uzun sözün qısası. Xabi Alonso Mbappe'nin, Vinicius'un, Bellingham'ın, nə bilim, digər o belə egoist futbolçuların qarşısından yemədi. Dedi, yemirəm. Amma Arbelo deyir ki, mən yeməyə hazıram. Mən bunlarla dil tapacam. Amma yenə də nəsə çatışmır. Yəni siz Arbelo'dan belə wow bir şey gözləyirsizsə, yəni sizdə problem var. Yəni Real azarkeşinə səslənirəm. Sizdə böyük bir problemlər var. Yəni Arbelo'dan wow bir şey gözləməyin. Ümumiyyətlə bu mövsüm Realdan wow bir şey gözləməyin. Mən bunu açıq deyirəm. Bu Barsa'ya da aiddir. Yəni bu il İspaniya klublarından wow bir şey gözləməyin. Real bir nömrədir burada. Birinci Real, sonra Barsa gəlir. Yəni Barsa nəsə gözləmək olar. Yəni bunu Barsa fanı olduğuma görə demirəm. Yəni olanlar göz qabağındadır. Real Villarreal'ı utdu, qəşəng futbol oynadı. Wow, Real bir nömrədir, Real qayıtdı. Arbeloa təzə Zidane'dır. Deyək, gələ. Zidane'dır bu. Yəni Arbeloa əvəz etmələri belə düzgün edə bilmir. Real Madriddə problem odur ki, təzə gələn məşqçilər əvəz etmələri belə düzgün edə bilmirlər. Xabi Alonso'da bu problem vardı, Arbelo'da bu problem var idi. Real'ın Benfica ilə oyunda oyuncuları demək olar bərbad oynayırdı. Hamı bərbad idi, bir dənə Mbappe'dən başqa. Amma aralarında bir dənə Arda Güler var idi ki, az da olsa nəsə eləməyə çalışırdı. Demirəm amma ideal oynadı. Arda Güler də fikirləşəndə 20 dəqiqə fikirləşir. Topu qəbul edir, bilmir nə etsin. Hələ utanmıyor onu Yamanla müqayisə edirlər. Adam əsəbləşir də. Yəni Arda Güler'in o problemi var. Amma Arda Güler ən azından kreativlik qatırdı da bu oyunda. Niyə bunu əvəz edəsən? Niyə? Hansı məntiqlə? Gücün ona çatır da sənin. Bellingham'a çatmır. Sizə sual verirəm. Əziz madridistalar, dostlarımız, qardaşlarımız, bacılarımız. Bellingham'ın hal-hazırda Real Madriddə funksiyası nədir? Kim bunu mənə izah eləyə bilər? Şərhlərdə izah eləsin zəhmət olmasa. Kim ki qayıdıb deyəcək 23-24 mövsümündə belə partlatdı, Çempionlar Liqasını gətirdi, nə bilim La Liqanı gətirdi, Barsa'ya qol vurdu, daha qollar vurdu. Onu deyəcəksinizsə, yəni yazmayın. Yəni mən indidən danışıram, 2 mövsümdən danışıram.
hal-hazırda Bellinghamın Real Madridə nə müsbət təsiri var? Ortada dala qabağa qaçmaqdan başqa bir şey yoxdur adamın. Problem Bellinghamda da xeyr. Mənə görə hələ də Bellingham dünyanın ən yaxşı 5 yarım müdafiəçisindən, hücuma meylli 5 yarım müdafiəçisindən biridir. Amma hal-hazırda o Real Madriddə düzgün mövqedə oynamır. Ona uyğun olan mövqedə oynamır. O yalancı 9 nömrə kimi daha gözəl oynayır. Yəni AMF yalancı 9 nömrə belə. Amma hal-hazırda onun mövqeyi bilinmir nədir. Ya cinaha düşür, ya dayağa gəlir, ya sağ winger oynayır, ya sol winger oynayır. Adam bilmir nə edir. Yəni adamı konkret olaraq ayağın əlini bağlayıblar. Yəni dəxlisiz bir şeylər eləyir. Amma hal-hazırda zərrə qədər belə onun xeyri yoxdur komandaya. Realın potensial rəqibləri bu ya Bodo Glimtdir, ya da ki Benfica'nın elə özüdür. Yəni Turbindən uzaq durun qardaşım. Yəni Turbin məhv eləyəcək. Tordan da qapıcıdan qol buraxmaq 90-cı dəqiqədə, yəni Real Madrid yəni bu qədər arxayın olmamışdı özünə. Yəni Bodo Glimt düşsə Qurban imkan verməyəcək ki, siz növbəti mərhələyə keçəsiniz. Yəni Qurban Atletico-nu çökdürdü, City-ni çökdürdü, nə bilim başqalarını çökdürdü, gəlib axırda Real da çökdürəcək. Qurbanı buradan salamlayırıq. Və əgər Real Madrid-lə düşsələr və ya düşməsələr belə onun komandasına uğurlar arzu edirik. Orada Bodo Glimt qəşəng işlər gördü. Amma Realın məsələn bu püşkdən sonra əgər bu Benfica olacaqsa və yaxud Bodo olacaqsa, tutaq ki onlardan ötdü və növbəti mərhələdə 8-1 finalda rəqibi ya Sporting olacaq, ya Manchester City olacaq. Və mən hətta belə deyə bilərəm ki, hal-hazırki Sporting Real Madrid üçün daha təhlükəlidir nəinki Manchester City. Bəli, Manchester City Real Madrid saqası artıq neçə illəri davam eləyir. Bu artıq El Clasico'ya çevrilib sanki. Amma hal-hazırki Sporting, o sürətli Sporting, o dinamik Sporting Real Madridin yəni nəfəsini kəsər. Möhtəşəm futbol oynayırlar, çox gözəl futbol oynayırlar. Yəni mənə elə gəlir ki, hal-hazırki Manchester City Real Madridə daha uyğundur nəinki Sporting. Bilmirəm, mənim fikrimlə razısınız yoxsa yox, şərhlərdə öz fikrinizi bildirə bilərsiniz. Real Madridin problemi nədədir? Real Madridin problemi egoist futbolçuların toplaşmasıdır və egoist futbolçuları sındıra bilən adam yoxdur. Sındırmaq Xabi Alonso kimi yox. Xabi Alonso gəldi, yenə deyirəm, borcluq elədi. Zidane tipində, Ancelotti tipində bir dayday papa lazımdır ki, onları yaxşı mənada sındırsın, onları göydən aşağı salsın. Mbappé demirəm belə böyük egoist oyuncudur, amma egoizm var. Vinicius egoistin dibidir. Bellingham vəbşə cırılır. Bellingham deyir, məndən yaxşısı yoxdur. Mən zoram. Yəni nə bilim, dünyanın ən gözəl modeli ilə gəzirəm. Yəni budur, belədir. Yəni vəsə, mən beləyəm. Yəni Real Madriddə komandaya işləyən yoxdur. Bir dənə Rodrigo'dur. O Rodrigo'ya da şans verilmir normal. Öz mövqeyindən kənar oynadılır. Yəni Real Madrid onsuz da aura komandasıdır. Biz bunu hamımız bilirik, bunu mən dəfələrlə demişəm. Real Madrid sistem komandası olmayıb. Real Madrid o auranı hiss edir. Və son illərdə, artıq son 2 ildə Real Madrid o aurasını itirib. O Santiago aurasını itirib. Qabaq Santiago gələndə hamı deyirdi ki, buradan çıxış yoxdur, nə bilim nədir. Pəncərəni bağlayırıq, Fortskanı zadı bağlamışıq ki, qaça bilməyəsiniz. Amma indi cəmaət promoy qapıdan çıxır, deyir ki, Allah vəbşə nə dəqiqə dayan, yəni bura mənli idi. Yəni Real Madrid o əzmini itirməyə gedir. Yəni əlbəttə ki, bunu mən istəmərəm. Nə mənada istəmərəm? Çünki yenə deyirəm, Barsa Realdan asılıdır, Real Barsadan asılıdır. Real güclü olanda Barsa güclü olur. Barsa güclü olanda Real güclü olur. Amma Real nələrsə etməlidir. Real o əzmin qaytarmalıdır ki, o qalib ruhun qaytarmalıdır. Real Madrid hal-hazırda loserliyə gedir. Yəni inciməyin məndən. Demirəm ha, loserdir Real Madrid. Real Madrid loser ola bilməz. Amma ona doğru gedir az da olsa. Yəni hiss olunur ki, biraz loser hərəkətlər eləyir. Yəni bu artıq 2 mövsümdür ki, o sözünü deyir. Bəli, Real Madriddə beyin yoxdur. Yəni, beyin nədir? Kroos yoxdur. Real Madridin dərdi Kroosdur. Real Madrid Kroos kimi oyuncunu itirdi, Açarını itirdi, dalınca Modric itirdi, yerinə heç kim almadı. Rəxit Kamavinga, Rəxit Tchouaméni, Valverde tam başqa ampuladır. Yəni, Valverde'dən oyun qurulmasını gözləməyin. Arda Güler AMF-dir, yəni o bitiricidir daha çox. Yəni, qabaqda oyun qurmağı sevir, arxada iş görə bilmir. Yəni Real Madrid ən önəmli mövqeyini 2 mövsümdür ki, boş saxlayır. Ən önəmli mövqeyini boş saxlayır. Və bunun da əzabını çəkir. Dostlar, bugünkü video biraz uzun oldu, çünki mövzu həddindən artıq çox idi. Ümidvaram ki, videonu bəyəndiniz, ümidvaram ki, xoşunuza gəldi.
indi bilməm nələrsə səhv dedim, nələrsə düz dedim. Yəni şərhlərdə yaza bilərsiniz, tənqidinizi edə bilərsiniz, amma təhqirə keçməyək. Buradan öz sponsorumuz olan, yəni əməkdaşlarımız olan Fanshop-a öz təşəkkürümü bildirmək istəyirəm. Forma təminatına görə istədiyiniz komandanın və yaxud milli komandanın formasını Fanshop-dan sifariş edə bilərsiniz. Əgər sizdə FAM kart varsa, FAM kartla yaxınlaşaraq endirimlər belə əldə edə bilərsiniz. 5, 10, 15%-ədək endirimlər əldə edə bilərsiniz və digər bizim sponsorumuz olan Fast Bazara öz təşəkkürümü bildirmək istəyirəm. Gözəl və dadlı fast food məhsullarını Volt və Bolt proqramından daxil olaraq sifariş edə bilərsiniz. Möhtəşəm dadları var. Yəni orada bir hot dog var ki, yəni o aparır da adamı. Aparır adamı Camp Nou-ya gətirir. Sonra da aparır Santiago-ya. Öpürəm Murad. Öpürəm hamınızı. Yenidən təbrik edirəm. İnanırıq komandaya, gözləyirik. Ümidimiz axıra kimidir. Dakança, nə bilim, sona qədər. Amma havalara qalxmırıq. Əsas məsələ budur. Viska varsa, Viska Kataloniya.